Uzun müddətdir narkotik asıllığından əziyyət çəkən tanınmış aparıcı Nəsimi Nəbizadənin qardaşı həbs edilib. Məlumata görə Elnur Nəbizadə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunur. Polisin keçirdiyi əməliyyat nəticəsində Elnur Nəbizadə və onunla birlikdə daha 2 nəfər saxlanılıb, onlardan ümumilikdə 13 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb. 2 gün əvvəl tutulan Elnur Nəbizade və digər şəxslər barəsində Sumqayıt şəhər məhkəməsinin qərarı ilə 4 aylıq həbs qəti imkan tədbiri seçilib. Məlumatı Elnur Nəbizadənin vəkili Anar Qasımlı təsdiqləyib. Qeyd edək ki, bu barədə ilk məlumatı Yenilik Az saiti yayıb. Daxili İşlər Nazirliyi də məsələ ilə bağlı məlumat yayıb. Məlumatda deyilir: Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı Saray qəsəbə sakinləri əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 48 yaşlı Elnur Nəbizadə, 39 yaşlı Tərlan Talıbov və 35 yaşlı Yusif Cəbrailov saxlanılıblar. Onlardan ümumi çəkisi 12 kiloqram 962 qram olan narkotik maddə marixuana aşkarlanıb. Faktlarla bağlı cinayət işi başlanılıb, 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib, araşdırmalar davam etdirilir. Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İskəndərov şöhrət ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən Anar Camaloğlu İskəndərov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif edilib. Məlumat üçün onda qeyd edək ki, bugün Anar İskəndərovun 70 yaşı tamam olur. Təhsil haqqında sənədlər artıq həm elektron olaraq formalaşdırılacaq, həm də müvafiq qurumlarla elektron qaydada paylaşılacaq. Azərbaycan müəlliminə istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi nəzdində təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov deyib. O bildirib ki, qəbul edilmiş qərarlara uyğun olaraq təhsil haqqında sənədlər, eləcə də təhsili bitirməyən vətəndaşlara verilən arayışlar tam hüquqi qüvvəyə malik olacaq və yalnız elektron formada təqdim ediləcək. Vüsal Xanlarovun sözlərinə görə vətəndaşlar istədikləri və ya zərurət yarandığı halda elektron hökumət informasiya sistemində yerləşən şəxsi kabinetlərindən bu sənədləri yükləyərək çap edə və paylaşa bilərlər. Həmçinin sənədlər elektron imza ilə təsdiq olunduğu üçün onların notarial qaydada təsdiqlənməsi də mümkün olacaq. İdarə rəisi əlavə edib ki, bu qərarların nəticəsində cari ildən Azərbaycan vətəndaşlarına verilən attestatlar, diplomlar və sertifikatlar yalnız elektron qaydada təqdim ediləcək. Artıq kağız üzərində diplom və attestatlar təqdim edilməyəcək. Elektron hökumət informasiya sistemi öz-özlüyündə bütün dövlət qurumlarını birləşdirir və bunun vətəndaşlar üçün bir neçə portalları var. MyGov, elektron hökumət portalı və s. Bu portallar və mobil tətbiq vasitəsilə vətəndaşlar öz təhsil sənədlərinə çıxış əldə edəcəklər deyə o sözlərini əlavə edib. Gədəbəydə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Belə ki, Kamazla Mercedes toqquşub. Nəticədə 1969-cu il təvəllüdlü Samirə Məmmədova aldığı xəsarətlərdən həyatını itirib. Daha bir nəfər 1991-ci il təvəllüdlü Fürqan Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili xəstəxanaya çatdırılıb. Baş vermiş ölüm faktı və qəza ilə bağlı araşdırma aparılır.